Hörmətli izləyicilər, bugünkü dərs izahımız Mirzə İbrahimovun Azad hekayəsi haqqında olacaq. Videomuza başlamamışdan əvvəl videomuzu bəyənməyi, kanala abunə olmağı və paylaşmağı unutmayaq ki, başqaları da yararlansın. Yallah, başlayaq. Azad mənim uşaqlıq və gənclik yoldaşım idi. Bir həyətdə doğulmuş, bir həyətdə böyüyüb məktəbə getmişdik. Gəncliyimizin də böyük bir qismini bir yerdə keçirmişdik. Biz bir evin uşağı kimi tərbiyə almış və bir-birimizə doğma qardaşdan artıq ünsiyyət bağlamışdıq. İkimiz də bir-birimizin xasiyyətini çox gözəl bilirik. Onun sakit və laldinməzliyi mənim nəzərimdə təbii bir şeydir. Yoldaşlar arasında çox vaxt onun adı ilə çağırmazdılar. Sükutu deyib durardılar. Hətta sonradan tanış olanlar adının Azad olduğunu da bilməzdilər. Sükutu gəldi, sükutu getdi deyirdilər. Deməli, burada Azadı öz adı ilə yox, sükutu deyirdilər. Burada düşə bilər ki, hansı bədi ifadə varsa, bədi təsvir vasitəsidir, sinekdə oxadır. Çünki onun əvəzinə başqa söz işlədiblər. Bəzən mənə elə gələrdi ki, onun üzündəki bulud keçirdiyi ağır günlərin qübarıdır. Axı o dünyaya gəldiyi gündən xoş bir gün görməmişdi. Aclıq, ehtiyac, soyuq otaq, torpaq döşəməyə salınmış yırtıq əzir gözünü açdığı gündən gördüyü bu idi. Azad doğulmamışdan 2 ay əvvəl atası ölmüşdü. Deməli, hələ Azadın atası hələ Azad doğulmamışdan 2 ay əvvəl dünyasını dəyişib. Ola bilər ki, tezdə düşər ki, Azad uşaq olarkən atası dünyasını dəyişib. Xeyr, səhvdir. Azad doğulmamışdan 2 ay əvvəl atası ölübdür. Anası Səlimə xanım evdə tək qalmışdı. Kişinin ölümündən sonra arvad qapılara düşüb iş axtarmağa məcbur olmuşdu. Birinin ev eşiyini təmizlər, birini paltarını yuyar, birinə yun çırpardı. Bu qayda ilə bir qarnı ac, bir qarnı tox o Azadı böyütmüşdü. Dünyada yeganə ümidi və həyatının məqsədi o idi. Ondan əziz, ondan mehriban bir şey yox idi. Səlimə xanım Azadı yalnız bir oğul kimi yox, həm də dünyada bir pənah, bir qohum, bir ata, bir qardaş kimi istəyirdi. Yaxşıca yadımdadır. Bizim 5-6 yaşımız olanda hər axşam Səlimə xanım yatmamışdan qabaq bizə nağıl danışardı. Onun nağıllarına qulaq asa-asa bizi yuxu aparardı. 2 il o mənimlə bir məktəbə getdi. Orada o heç kəsə qoşulmaz. Tənəffüslərdə bütün uşaqlar bir-bir oynadığı halda o bir küncdə durub baxardı. Müəllimə ona bir sual verərsə, qıpqırmızı olardı. Lap yaxşı bildiyi bir şeyi belə söyləyə bilməzdi. Deməli, məktəbdə də heç kimlə danışmırmış Azad. 9 yaşı olanda anası onu oxuda bilməyib məktəbdən aldı. Üzr istəyirəm. Deməli, artıq 9 yaşı olanda ola bilər ki, deyər Azad heç məktəbə getmədi, yaxud da nə bilim, məktəbə tam oxuyur. Xeyr, elə bir şey yoxdur. Məktəbə gedib, lakin 9 yaşı olanda anası onu oxuda bilməyib məktəbdən çıxardır. Qonşuların köməyi ilə yalvar-yaxarla Təbrizin Liləvan məhəlləsindəki kiçik bir dükanda dərzi şagirdlər düzəltdi. Deməli, harda işləyirdi? Təbriz şəhərinin Liləvan məhəlləsində. İllər gəlib keçdi. Mən orta məktəbi qurtardım, o dərzi dükanında qaldı. Onun dərzi şagirdi olması təbiidir ki, bizim əlaqəmizi kəsmədi. Əksinə, böyüdükcə bizim ünsiyyətimiz daha da artdı. Həyat bizi daha da yaxınlaşdırdı. Həyatın hadisələri məni haldan çıxardığı bir zamanda o bu hadisəyə qarşı sakit, laqeyd görünürdü. Heç bir ehtiyac, heç bir dərd onun adi halına pozmazdı. Acıqlı olduğum günlərdən birisi yadıma düşür. Kirayə pulunu gecikdirdiyimiz üçün ərbab bizi evdən qovmaqla təhdid etmişdi. Pul yox idi, qazanmağa da iş tapılmırdı. Küçələri boş-boş gəzib yorulduqdan sonra Azadın yanına getdim. Deməli, küçələri gəzir, birbaşa Azadın yanına getmir. Küçələri filan gəzir, sonra Azadın yanına, yəni dərzi dükanına gedir. Azad dedim, dərd ürəyimi dağıdır, ağlamaq istəyirəm. Gözlərimdən yaş gəlmir. Bu nə güzəran, bu nə dirilikdir. Azad, işləmək yer yox, danışgahda oxumağa imkan yox. Oğurluq mu edim, qardaş? Əlim sağ, qolum sağ, özümdə dağ gücü hiss edirəm. Mən nələr edə bilmərəm, əlimdən nə gəlməz, nəyə gücüm çatmaz. Vallah, od dəryasında yar keçsələr keçərəm. Bəs indi işləməyəndə mən nə zaman işləyəcəyəm? O nə isə tikirdi. Mən sözə başlayarkən əl saxlayıb ani olaraq üzümə baxdı. Yenə iynəsini götürərək öz işlə məşğul oldu. Söz buna çatan kimi o iynəsini yerə qoyub sakit nəzərlərini mənə çevirdi. Deməli, dostu ona danışır, Azad da buna qulaq asır. Lakin heç bir şey demir.
Mən xeyli danışdım, Azad heç dodaqlarını da tərpətmədi. Gözlərini bir nöqtəyə dikib durdu. Mən onun heç bir zaman heç bir şey başa düşməyəcəyi bir aləmdə danışdığımı güman etdim. Mənə elə gəldi ki, o ömründə bir dəfə də belə məsələlər haqqında düşünməmişdi. Hətta bu fikirlər ona təəccüblü görünür. Bəlkə məndən acığı da gəlir. Məni naxoş və ya xudbin hesab edir. Papağımı götürüb dükandan çıxmaq istədim. Deməli, Azadın belə şeylər düşünmədiyini fikirləşir dostu, yəni Fərda və dükandan çıxmaq istəyir. Lakin əsəbləşib çıxmaz. Lakin onun üzünə baxıb acıqlı-acıqlı deyir. Yazıq, min yazıq bizə baxıb övladların var deyən vətənə. Yazıq bu gül kimi Azərbaycan torpağına ki, üstündə biz gəzirik. Bizim həyatımız bir qara quruşa dəyməz. Çünki bizcə həyat yeməkdən, yatmaqdan, yenə yeməkdən və yatmaqdan ibarətdir. Biz ölüm qapımızı döyənə kimi belə yaşayacağıq. Biz ölmək üçün yaşayırıq. Yaşamaq üçün ölən insanlardan xəbərsizik. Buna görə də cənazəmiz də qəbrə çatmamış bizi unudacaqlar. Deməli, səni də, məni də, bizi tanış və dostlarımızı da yox, bəlkə səni biraz yad edən oldu. Deyəcəklər ki, Dərzi Azad yaxşı yamaq salardı. Allah rəhmət eləsin. Özüm də dükandan küçəyə atarkən onun səsini eşitdim. Fərda, Fərda. Deməli, artıq Fərda deməli isyan edir burada və Azada qarşı yəni ağır ifadələr işlədir və deyir ki, bizi tez yaddan çıxaracaqlar. Lakin Azad deyir ki, yox, bəlkə səni yadda saxlayarlar da, deyərlər ki, Dərzi Azad yaxşı yamaq salırdı. Fərda Azad burada deyir. Fərda, Fərda. Cavab verməyib çıxıb getdim. Bir müddət sonra bu hərəkətimin peşmançılığını çəkməyə başladım. Və bu sözlər dediyinə görə Fərda peşmançılıq çəkir. Mən bu yazığı niyə incitdim? Onun təqsiri nədir? Bir könlü yetişə bilməyəcəksən, niyə yıxırsan deyə düşündüm. Gün batıb qaş qaralana qədər küçələri dolandım. Şeylərimi həyətə atılmış görəcəyim fikri ilə evə qayıtdım. Anam asnada oturub məni gözlərdi. Nə var, hələ ərbabın adamı gəlməyib ki? Deməli, burada Fərdə anasına deyir. Nə var, hələ ərbabın adamı gəlməyib ki? Gəlmişdi oğul. Nə dedi? Nə deyəcək? Pulunu alıb getdi. Pulu hardan tapdın? Pulu hardan tapdın ana? Necə hardan tapdın? Oğul, Azad gətirdi. Dedi ki, sən vermirsən. Anamın qolundan tutub içəri apardım. Deməli, məlum oldu ki, Fərdəclə kirə pulunu Azad ödəyib. Sonra Azadla görüşdükdə təşəkkür etdim. Keçən görüşdəki kobud rəftarıma görə üzr istədim və o heç bir söz demədi. Gözlərini bir nöqtəyə dikib durdu. Deməli, Fərda bu hərəkətdən peşman olur, Azad bunun kirə pulunu ödəyir, sonra orada görüşəndə Azaddan üzr istəyir və hərəkətinə görə peşman olduğunu deyir. Və lakin yəni burada yenə də Azad heç bir söz demir, xarakterində heç bir dəyişiklik baş vermir. Testlərdə çox vaxt düşür ki, Fərdanın dükanındakı söhbətdən sonra xarakterində dəyişiklik olur, lakin elə bir şey deyil. Elə bir şey yoxdur. Heç bir dəyişiklik baş vermir. Bir ay sonra mən anamı da kəndə getməyə razı saldım. Səlimə xanım və Azadla halallaşıb Təbrizdən ayrıldıq. Deməli, bu hadisədə bir ay sonra Təbrizdən ayrılır Fərdə. Anasını da götürüb Təbrizdən ayrılıb kəndə qayıdırlar. Tam 5 il mən Azadı görmədim. Nə o kəndə gəldi, nə də mən Təbrizə getdim. Buna baxmayaraq Təbrizə səfər edənlər vasitəsilə ondan xəbər tuturdum. Özümdən də ona xəbər çatdırırdım. Bu 5 ildə çox sular axmış, çox əhvalatlar baş vermişdi. İkinci Dünya müharibəsi başlamış. Deməli, bu hadisələr təxminən 30-cu illərdə baş verib də. İkinci Dünya müharibəsi başlamış. Çünki 5 il keçib artıq İkinci Dünya müharibəsi başlayıbdır. Azərbaycanın istər şəhər, istərsə kəndlərində cəmaət hərəkətə gəlmişdi. İclaslardan, mitinqlərdən başqa evlərdə azadlıqdan, yaxşı yaşayışdan, elmdən, ana dilindən danışırlar. Deməli, iclaslarda, mitinqlərdə deməli bu üsyan qaldıran xalq nə istəyirdi? Azadlıq, yaxşı yaşayış, elmdən və ana dilindən danışırdılar. Deməli, mitinqlərdə cəmaətin istədiyi nə idi? Azadlıq, yaxşı yaşayış, elm və ana dili. Hadisələr çox şiddətlə inkişaf edirdi. Bir neçə ay sonra biz kənddə miting keçirib Azərbaycan Xalq Konqresinə nümayəndələr seçdik. Nümayəndələrin içində mən də vardım. Deməli, kənddə miting keçirdilər bu üsyan qaldıran xalq və Azərbaycan Xalq Konqresinə nümayəndələr seçir. Nümayəndələrin içində Fərda da olur. Biz Təbrizə gəldik. Mən Təbrizi nə qədər dəyişmiş gördüm. Deməli, 5 ildən sonra yenidən Təbrizə qayıdır.
Küçələrdə qeyri-adi bir canlanma və hərəkət vardı. Ürəyim Azadı görmək həvəsi ilə döyünürdü. Elə birinci gün köhnə həyətimizə getdim. Səlimə xanımı gördüm, alnımdan öpdü. Anamı xəbər aldı, ağladı. Azadı soruşdum. Deməli, Təbrizə qayıdandan sonra elə həmən gün köhnə məhəllələrinə, yaşadıqları məhəlləyə qayıdır və Səlimə xanımı görür orada. Azadı da soruşur. Təbrizdə yoxdur, dedi. Zəncana gedib, demokrat düzəltməyə göndəriblər. Deməli, bu Fərda 5 ildən sonra Təbrizə qayıdır, lakin Azad burada olmur. Harda idi? Zəncanda idi. Demokrat düzəltməyə getmişdi. Axı indi o demokratdır. Deyirlər ki, gərək Azərbaycana azadlıq alaq. Hamıya iş verək, hamının çörəyi olsun. Uşaqlar da öz dilimizdə oxusun. Deməli, buradakılar nə istəyirdilər? Deyirlər ki, gərək Azərbaycana azadlıq alaq, yəni azadlıq istəyirdilər, iş istəyirdilər. Hamının çörəyi olsun. Deməli, azadlıq, hamıya iş istəyirlər və yenə də dil məsələsinə toxunulur. Bu əsərdə də dil məsələsinə toxunulmuşdur. Xalq konqresi qurtaran kimi mən kəndə qayıtdım. Deməli, bundan sonra Fərda yenidən kəndə qayıdır. Bir müddət sonra təşkilatın işlərini təhvil verdim. Anamı götürüb Təbrizə qayıtdım. Artıq deməli təşkilatda işlərini dayandırıb yenidən anasını da götürüb Təbrizə bir də qayıdır. Gecələri deməli, mən də razı oldum. Köçdük. Yenə də bir müddət sonra təşkilat işlərini təhvil etdim. Anamı götürüb Təbrizə köçdüm. Yenə də köhnə evimizi kirayə etdik. Yenə də yəni əvvəl qaldıqları evi kirayə edirlər. Anam başqa yerə getmək istəmədi. Əvvəldən öyrəşmişəm. Səlimə xanım da oradadır, dedi. Mən də razı oldum. Səlimə xanım bizim gəlişimizdən çox sevindi. Azadın iyini sizdən aram deyib ağladı. Anam ona təskinlik verdi. Deməli, Azad hələ yoxdur. Azad harda idi? Zəncanda. Nə olacaq, dedi. İnşallah tezliklə Azad qayıdar. Təbrizə köçəndən sonra işdən başım açılmırdı. Gecələri də mərkəzi komitədə işləyirdik. Məclis və dövlət işini tərtibə salır, kəndlərdə demokrat təşkilatlarını möhkəm bir qayda və nizam üstündə qurmaq tədbirləri görürdük. O günlər bizdə təsvir edilməz ruh yüksəkliyi vardı. Elə bil ki, qüvvəmiz də bir əmin artmışdı. Yorulmaq bilmirdi. İşlərin bu şiddətli zamanında Zəncandan pis xəbərlər gəlirdi. Deməli, artıq Zəncandan pis xəbərlər gəlməyə başlayıbdır. Tehranda mürtəcilər və rəsmi dövlət idarələri orada cürbəcür fəsadlar törədirdilər. Demokratları öldürür, ayaqlarını nallayır, alnlarına odlu dəmir basırlar. Belə bir zamanda mərkəzi komitə bir neçə yoldaşımızı Zəncana göndərməyə qərar aldı. Göndərilən içərisində mən də vardım. Deməli, artıq Zəncandan pis xəbərlər gəlməyə başlar. Tehran mürtəcələri orada yəni xalqa zülm edirlər. Və artıq mərkəzi komitədə buna görə də yəni nümayəndələr, bir neçə yoldaşlar nümayəndələr göndərdilər Zəncana. Bu Zəncana göndərilən nümayəndələrin içərisində Fərda da olur. Biz Zəncana çatanda şəhər demokratların əlində idi. Deməli, hələ ki Zəncan demokratların əlindədir. Mürtəcələr cənub tərəfdəki kəndlərdə terror yaradır, Zəncana hücum etməyə hazırlaşırlar. Onların bu fikrini pozmaq üçün Zəncanın demokrat hökuməti fədaillərdən bir neçə dəstə cənuba göndərmişdi. Deməli, fədailər bu mürtəcələrin qarşısını almaq üçün göndərirlər. Azadın bu dəstələrindən birinə başçılıq etdiyini mən Zəncanda öyrəndim. Deməli, fədailər göndərdilər də mürtəcələrə qarşı. Bu fədailərin başçısında isə Azad idi. Bu Fərda bunu artıq Zəncana gələndən sonra öyrənir. Yəni düşə bilər ki, Təbrizdə öyrənir və gəlir. Xeyr, Zəncanda öyrənir. Həmin gecəni biz Zəncandan çıxdıq və atışmanın şiddətli zamanında gəlib Azadın dəstəsi çatdıq. Azad fədailəri uzun müddət kəndin ətrafında açıqlıqda, soyuq havada saxlamağın çətinliyini görərək dörd tərəfdən kəndə hücuma keçmişdi. Bəlkə atışma gedirdi. Fədailərdən bəziləri hətta kəndin içinə girmişdi. Bir neçə saat sonra qaş qaralanda şərq tərəfdən Azad özü qabaqda olmaqla fədailər kəndə doluşdular. Biz həmin vuruşmada Azadın yaralandığı xəbərini aldıq. Deməli, bu vuruşmada artıq Azadın yaralandığı xəbərini Fərda Zəncanda eşidir. Mən tez özümü ona çatdırmağa çalışdım. Bu mənim 5 illik ayrılıqdan sonra onunla ilk və son görüşüm oldu. Deməli, 5 ildən sonra Azadla Zəncanda görüşür və bu onunla da son görüşü olur. Onu kənd evlərindən birində bir fərşin üstə uzatmışlar. Çuxasını üstünə salmış, tüfəngini yanına qoymuşlar. Onun ətrafında halqa vurmuş fədailərdən kimisi oturmuş, kimisi əmrə müntəzir durmuşdu. Mən içəri girən kimi onun üzünə baxdım. Deməli, Zəncanda onu fərşin üstünə uzadılar Azadı və Fərda Zəncanda gəlib onu görür. O Azadı uzadılmış görür. Ağarmış halda gözlərini yummuş və səssizcə uzanmışdı. Mən yavaş addımlarla onun başı üstünə gəldim.
Diz çöküb əlini əlimə alıb alnından öpdüm. Azad, sənə nə olub? Deməli, artıq burada Fərda deyir. Azad, sənə nə olub? O heyrət və təlaşla gözlərini açdı. Üzümə baxdı. Bütün siması qəribə bir təlaşla işıqlandı. Mehribanlıqla başını dizimin üstünə qoyub, bu saat səni düşünürdüm dedi. Nə yaxşı gəldin. Yoxsa bu dünyadan ürəyin istilli gedəcəkdim. Deməli, artıq Azad öləcəyini bilir. O da deməli Fərda gələndə elə Azadla yaralı halda yenə də dostu Fərdanı düşünürmüş. Nə danışırsan Azad qardaşım dedim. Biz hələ təzəcə yaşamağa başlayırıq. Dünyadan getmək nədir? Bu nə sözdür sən ağlına gətirirsən? Sənə nə olub? Harandan yaralanmısan? O əli ilə sağ çiyninin altını göstərir. Güllə qabaqdan dəyib daldan çıxmışdı. Ciyərlərini də zədələmişdi. Mən ona təskinlik vermək istərkən o sözümü kəsdi. Deməli, Fərda dostuna təskinlik vermək istəyir, lakin Azad buna icazə vermir. Bunlara ehtiyac yoxdur dedi. Mən ölürəm. Artıq ayaqlarımın soyuduğunu hiss edirəm. Sözümü kəsmə. Mənə yaxşı qulaq as. Mən danışmaq istəyirəm. Yadındadırmı Fərda? 5 il əvvəl Təbrizdə dərzi dükanında sən məndən nə üçün yaşarıq, həyatın mənası nədir deyə soruşmuşdun. Onda mən sənə cavab verməmiş susmuşdum. Deməli artıq burada, yəni Azad Fərdanın dediklərini dərk edirdi o dərzi dükanında. Fərda Azadı danlayarkən deməli Azad Fərdanın nə dediklərini başa düşür. Lakin Fərda elə bilmişdi başa düşmür. Amma yəni danışmağa söz tapamırdım. Deyə soruşmuşdun. Onda mən sənə cavab verməmiş susmuşdum. Sən isə məni bu cür şeylərə qanmadığımı güman edərək acıqlanıb getmişdin. Yadındadırmı? Lakin o zaman mən də sənin kimi düşünürdüm. Mən düşünürdüm ki, həyatımızın mənası vətənimizin səadəti üçün çalışmaqdır. Amma o zaman mən danışa bilməmişdim. Deməli artıq burada dərk edilmiş, lakin yəni cavab verməyə sözü yoxmuş ki, ona görə cavab verməyib. Çünki danışmaqda bir məna yox idi. İndi isə sənə deyirəm, qardaşım Fərda, sizə deyirəm, qardaşlarım. O azca boylanıb fədailəri gözdən keçirdi. Bəli, sizə deyirəm, bizim hamımızın səadəti bax bu alçaq daxmaların, bu doğma yurdun, bu ana torpağın, azadlığın dadıdır. Yerə qoymayın o tüfəngləri ki, onlara bu doğma torpaq sizə tapşırmışdır. Ana torpağın deməli azadlığındadır. Yerə qoymayın o tüfəngləri ki, onları bu doğma torpaq sizə tapşırmışdır. O azca dayanıb udqundu. Yenidən ahəstə-ahəstə davam etdi. Anam, yurdum, doğma Azərbaycan, məni bağışla. Sənə az fayda verdim. Az yaşadım, tez öldüm. Deyib qalxdı. Fərşin ucunu qaldıraraq torpağı öpdü. Öpünüz, səcdəyə qapılıb hamınız bu torpağı öpünüz. Bizim əzəli və əbədi beşiyimizdir bu. Deməli artıq yoldaş özü torpağı öpür və yoldaşlarını da torpağı öpmələrini bildirir. O azca dayanıb udqundu. Yenidən ahəstə oxuduğunu öpünüz siz. Sakit ol Azad, özünü üzmə qardaşım. Özüm də bilmədən gözlərimdən süzülən yaş dənələri onun alnına düşdü. Deməli Fərda da artıq özünü saxlaya bilməyib ağlayır. Və deməli gözündən olan yaş Azadın alnına düşür. O kirpiklərini qaldırıb gözümə baxdı, ahəstə səslə dedi. Əziz qardaşlarım, mənim qəbrimi uca bir yerdə qazarsınız. Elə yerdə deməli artıq burada deməli Azadın vəsiyyəti də var. Əziz qardaşlarım, mənim qəbrimi uca bir yerdə qazarsınız. Elə yerdə qazarsınız ki, oradan Azərbaycanın geniş çölləri, duru çayları, güllü çəmənləri və bağları görünsün. Həm də o yeri böyük bir yol kənarından seçərsiniz. Qoy gələcəyin azad nəsillərinin ayaq səsləri qəbirdə də olsa qulaqlarıma çatsın. Bəlkə onlar da bizə rəhmətlə yad etdilər. Elədirmi Fərda? Mən artıq göz yaşımı saxlaya bilməyərək ağlaya-ağlaya, yox, Azad, gələcək nəsillərin yaşaması üçün ölənlər əbədi həyat qazanırlar dedim. Alnına xəfif bir tər gələndə o gözlərini bir daha mənə tərəf çevirdi. Anamı öp, öldüyümü ona söyləmədi, yazıqdır. Deməli artıq Azad Fərdaya da bir vəsiyyət edir ki, yəni öldüyün anasına deməsin. Dedi və əbədi olaraq gözlərini yumdu. Mən qeyri-ixtiyari ayağa durdum. Üzlərindən sərt bir ifadə, gözləri qəzəbləyənə fədailərə baxdı. Qardaşlarım, gəlin silahlarımızı ürəyimizə basıb onun pak ruhu qarşısında and içək. And içək ki, ölüm bizi Azərbaycanın səadəti yolundan, böyük amalımız yolundan döndürə bilməz. Eşq olsun qəhrəmanlara. Xalqın yaralı qəlbini ancaq onlar sağalda bilər. Ancaq onlar azadlıq bayrağını ucalara qaldıra bilərlər. Yaşasın azadlıq. Fədailər bir səslə yaşasın azadlıq deyib qışqırdılar və tüfənglərini havaya qaldırdılar. Biz onu öz vəsiyyətinə görə uca bir yerdə bastırdıq. Oradan Azərbaycanın həm cənub, həm də şimal sahələri görünürdü.
Belə. Deməli, sonra başqa nə demək olar Azad əsər haqqında? Deməli, epik növdə hekayə janrındadır. Sonra nəsrlə yazılmışdır. Ola bilər roman filan. Xeyr, roman deyil, hekayədir. Çünki həcmi kiçikdir. Yəni sadəcə bir əhvalat haqqında danışılır. Süjetli əsərdir. Novella xarakteri daşımır. Düşə bilər novelladır. Xeyr, novella nə idi? Gözlənilməz sonluqla bitən əsərlərdir. Məsələn, Əbdürrəhim bəy Haqverdiyevin Bombayı əsəridir. Cəlil Məmmədquluzadənin Qurbanəli bəy əsərləri də bunlar novella nümunələrdir. Sonra deyir ki, sonra nə demək olar əsər haqqında? Hadisələr deməli təhkir üsulu ilə çatdırılır. Əsərdəki əhvalatlar birinci şəxsin dilindən, yəni Fərdanın dilindən danışılır. Sonra əsərdə hadisələr ötən əsrin, yəni 40-cı illərində İranda baş verən azadlıq müharibələrindən bəhs olunur. Əsərin əsas qəhrəmanı Azad, sakit, təbiətli obrazdır. Fərda isə onun əksinə üsyankar bir obrazdır. Azadın sakitliyi əsərin sonunda pozulur. Deməli artıq sakit əsərin sonunda pozulur və bu vaxtda onun susmasının səbəbi məlum olur. Azərbaycan Xalq Konqresinin nümayəndələri seçilənlərin içərisində Fərda da var idi. Hadisə 2-ci Dünya müharibəsi dövründə baş verir. Deməli sonra nə demək olar? Yəni bayaq da dedim, yenə deyim ki, yəni Fərda ilə Azadın o dərzi dükandakı söhbətdən sonra Azadın xarakterində heç bir dəyişiklik olmur. Öz şey demişkən özünü oyuna qoymur. Fərdanın Zəncana göndərilmə səbəbi deməli Tehran mürtəzələrinin oradan fəsadlar törətməsi idi. Yəni nəyə görə göndərilir? Çünki Tehran mürtəzələri Zəncanda yəni yəni təxribatlar törədir, fəsadlar törədirdilər də, onun üçün yəni göndərmişlər. Deməli Azadın da burada ləqəbi nə idi? Sükuti ləqəbi vermişlər. Bu da onun yəni susqunluğu ilə bağlıdır. Dediyimiz kimi bu da sükuti sözdür, orada sinek doxadır. Sonra bir də düşə bilər ki, məsələn, testdə düşə bilər ki, yəni Azadın ölüm xəbərini anasına Fərda çatdırır. Xeyr, elə bir şey yoxdur. O haqda məlumat yoxdur. Yəni heç kim məlumat vermir. Bu qədər. Sağ olun. Başqa hansı əsərin izahını istəsəniz, rəy hissəsində yaza bilərsiniz. Sağ olun.